2 ildir ki devletin bize verdiği maaşı ala bilmirik. Əmək haqqımız karta yüklənəndən sonra onu qeyri-qanuni olaraq əlimizdən alırlar. Bu iddia ilə Qafqaz İnfoya Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər müraciət ediblər. Şikayətçilərin sözlərinə görə 2 il əvvəl rəhbərlik tərəfindən onlara maddi problemlərin olduğu və bu səbəbdən bir müddət maaşlarından tutulacağı bildirilib. O zaman bizi topladılar və dedilər ki, Dövlət Gömrük Komitəsinin maddi durumu yaxşı deyil, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmir. Bunun üçün də biz həkimlər köməklik göstərməliyik. Dedilər ki, sizin xəstə əməliyyatı və müayinələrdən onsuz da qazancınız olur. Bir müddət sizin gömrükdən əlavə olunan maaşlarınız karta oturduqdan sonra həkim kimi işləyib əldə etdiyiniz qazancdan çıxılacaq. Məsələn, bir həkim ay ərzində 10 əməliyyat edibsə və bütün vergi və xərclər çıxıldıqdan sonra 3000 AZN əmək haqqı varsa, gömrükçü dövlət qulluqçusu olduğu üçün də bir o qədər də gömrük maaşı olacaq. Bizə deyirlər ki, siz ancaq həmin o gömrükdən alacağınız pulu alın. Dövlətdən bizə nə qədər maaş, bayram, məzuniyyət pulu gəlirsə, hamısını hesablayıb qazancımızdan çıxırlar. Onlar sözü gedən problemin bütün həkimləri əhatə etdiyini söyləyiblər. Bu hospitalın qərarı deyil, Gömrük Komitəsi belə qərar verib. Əvvəlcə cəmi 6 ay müddətdə maddi vəziyyət düzələnə kimi olacağı deyilsə də, artıq illərdir ki, davam edir. Şikayətlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət ünvanlandı. Qurumdan belə cavab verildi. Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına əmək haqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bütün həkim heyətinə vəzifə maaşları, məzuniyyət haqları, maddi yardım və mükafatlar vaxtında və tam həcmdə ödənilir deyə komitədən bildirildi.